Salam uşaqlar. Bu günləri biz 2025-ci il yeni test toplusu kimyəvi formullar üzrə hesablama bölməsinin birinci sualına başlayırıq. Səhifəsində yazıram. Birinci hissədən səhifə 31. 31-də deyir ki, 1 molunda 3,1 vurmaq 10 üssü 24 sayda su molekulu olan kristal hidratı göstərin. Kristal hidrat nə deməkdir? Bəzi duzlar özlərinə müəyyən miqdarda su molekulu birləşdirir. Duz özünə su birləşdirdi. Oldu, bu maddənin adı nə oldu? Kristal hidrat. Kristal hidrat sözün bitişi yazılır. Yəni vahid bir nədir burada? Maddə. Bəzi duzlar özlərinə müəyyən miqdarda su birləşdirir. 1 molunda, maddənin 1 molunda 3,1 vurmaq 10 üssü 24 sayda nə var orada? Molekul var. Bu qədər sayda nə oldu uşaqlar? Molekul. Molekulu da mola çevirəndə bu qədər sayda su molekulu var. H2O. Yəni duzun tərkibində bu qədər sayda su molekulu var. O zaman nü bərabərdir. Molekulun sayını bölürsünüz nəyə? Na-ya. O da bərabərdir. 3,1 vurmaq 10 üssü 24-ü bölürəm 6,2 vurmaq 10 üssü 23-ə. Bundan bu getdi 2-yə. 10 üssü 24-ü 10 üssü 23-ə böləndə 10, onu da 2-yə böləndə bərabərdir. 5 mol su olmalıdır duzun tərkibində. Duzun tərkibində, yəni 1 mol kristal hidratın tərkibində bu qədər su molekulu olmalıdır. Yəni bu qədər sayda su molekulu varsa, molekulu biz niyə çevirdik? Mola. Mola çevirmək üçün bir də təkrar edirəm, n bölünsün, n Avogadro düsturundan istifadə elədik. Yəni oradakı su molekulu nə qədər idi? 3,1 vurmaq 10 üssü 24 sayda H2O-nun nə idi? Molekulu və böldük Avogadro ədədi nə qədərdir? 6,2 vurmaq 10 üssü 23 sayı. Bundan bu getdi 2-yə, 24 ilə də bu 24 ilə 23-ü böləndə 10 qaldı. 5 mol su molekulu var. 5 mol su molekulu varsa, duz özünə 5 mol su birləşdirib, cavab nə bəndə olacaq? D bəndi. Mis kuporusu, mis 2 sulfat. Baxın, duzun adını dəqiq deyin. Kuprim SO4 yox, mis 2. Dəyişkən valentli elementdir, misin valenti 1,2-dir. Mis 2 sulfat vurmaq 5 mol H2O. Nə kuporusudur? Mis kuporusu və ya göy daş. Bitkilərin ziyan vericilərinə və zərər vericilərinə qarşı mübarizədə istifadə olunan kristal hidratdır. Cavab nə bəndə oldu? D bəndi. Bu kristal hidrat deyəndə duz özünə neçə mol su birləşdirib? 5 mol. Mis 2 sulfat. Mis 2 sulfat vurmaq 5 mol H2O. Ona görə ki, suyu 5 mol müəyyən etmişik. Mis kuporusu və ya göy daş. Kuporus nə deməkdir? Sulfat turşusunun uşaqlar tarixi adı kuporus yağıdır. Bu da mis 2 sulfat, yəni misin 2 sulfatın digər adı misin kuporusu, yəni sulfatın mislə olan duzu 5 mol su birləşdirdi. Kristallaşma suyu neçə mol idi? 5 mol. Məsələn, A bəndində cavabı biz müəyyən eləmişik, D bəndi. A bəndində bəzi duzlar natrium sulfat duzdur, natrium valenti 1-dir, SO4-ün valenti 2. Orta və necə duzdur? Normal duz. Sulfatdakı hidrogenin ikisi də eyni metal natriumla tam əvəz olunub. Özünə 10 mol su birləşdirib. Bu maddənin adı nədir? Mirabilit mineralı və ya Glauber duzu. Nədir bu duzun adı? Mirabilit mineralı. Bir də adı var Glauber duzu. Kristal hidratda özü təbii kristal hidratdır. Neçə mol kristallaşma suyu var? 10 mol kristallaşma nəyi var? Suyu. B bəndində duzu yenə əzbərləməliyik. Dəmir kuporusu deyirlər. Dəmirin valenti burada 2-dir. Ümumiyyətlə dəmirin valenti neçə idi uşaqlar? 2, 3, 26-cı element idi. Mendeleyev cədvəlində 26-cı elementdir. Ayrı neçədir? 56. Valenti 2, 3-dir. Dəmir 2 sulfat. 2 deyəndə dəmirin valenti 2-dir. Bu 2 ilə 2 getdi. Orta və normal duzdur. Özünə 7 mol su birləşdirir. Bunun adı nə kuporusudur? Dəmir kuporusu. Bir də adı var yaşıl daş. Yaşıl nə deyirlər ona? Daş. Neçə mol kristallaşma suyu var? 7 mol kristallaşma nəyi var? Suyu. Dəmir kuporusu yenə niyə görə deyirlər? Sulfat turşusunun tarixi adı nə yağıdır? Kuporus yağı. Dəmirin valenti 2-dir. Dəmir 2 sulfat vurusunu 7 mol H2O-nun adı dəmir kuporusu və ya yaşıl daş.
Sonra C bəndində təbii gips verilib. Kalsium sulfat. Da kalsium 2 sulfat demirlər. Kalsium sabit valentli elementdir. Kalsium valenti 2'dir. SO4'ün də valenti 2'dir. Kalsium sulfat vurulsun 2 mol H2, onun adı necə gipsdir? Təbii gips. 2 mol kristallaşma suyu var. Sonra nə gəlirdi orada? Natrium karbonat. Natrium karbonat vurmaq 10 mol H2, onun adı nədir? Bu kristalik nə deyirlər ona? Soda. Natrium karbonat vurmaq 10 mol H2, onun adı kristalik nə deyirlər ona? Soda. Nə qədər kristallaşma suyu var? 10 mol kristallaşma nəyi var? Suyu var. Kristalik nə oldu bu? Soda. Kristalik soda, yəni bəzi duzlar, bu iki buradan gəldi. Orta və necə duzdur? Normal duz. Karbonat turşusu 2 əsaslıdır. Hidrogenin ikisi də eyni metalla, natriumla necə əvəz olunub? Tam əvəz olunub. Özünə 10 mol su birləşdirib. Kristalik soda adlanır. Keçdik ikinci suala. Bu duzları yazdım ki, uşaqlar adın əzbərdən öyrənəsiniz. Bunlar kristal nələrdir? Hidratlar. İkinci sualda deyir 5-ci qrupun əsas yarım qrup, yəni A yarım qrup, hansı yarım qrupdur? Əsas yarım qrupun yerləşən elementin baş oksidinin 5-ci qrupdakı elementi ya X və ya R ilə işarə eləyəndə, baş oksidi deyəndə, baş oksid deyəndə ən böyük valentinə uyğun olan oksidə necə oksid deyirlər? Baş oksid. Ya 5-ci qrupdakı elementləri X ilə işarə eləyə bilərik və ya X deyilsə R ilə işarə eləyə. Kimə necə rahatsa. 5-ci qrupun əsas yarım qrupunda yerləşən elementlər siz bilirsiniz hansılardır? Birinci dövrdə xana boş idi, ikincidə azot gəlirdi, 3-də fosfor, 4-də arsen, neçə dənəsi qeyri-metaldır? 3 dənəsi azot, fosfor, arsen, 5-də sıvı, stibium, 6-da bismut. Bu 2 dənəsi metaldır, 3 dənəsi qeyri nədir? Metal. 5-ci qrupun A yarım qrupu azot əksər birləşmələrdə 3-4'dir. 5-ci qrupun A-sında yerləşməsinə baxmayaraq, heç vaxt azot 5 valent neyə bilməz? Ola bilməz. Yəni azotun ən yüksək valenti, baxın 4'dir, yerləşdiyi qrupun nömrəsinə uyğun deyil. Əksər birləşmələrdə 3-4'dir. Digər valenti 3, 5, arsenin valenti 3, 5, stibium valenti 3, 5, bu da 3, 5. Yəni bunların ən yüksək valenti 5'dir. 5 valenti X elementi, 5-ci qrup elementləri X-nin baş oksid deyəndə ən böyük valentinə uyğun gələn oksid baş oksid. Ya X2O5 yaza bilərik, ya da R2O5. Bu necə oksiddir uşaqlar? Baş oksid. Ən böyük valentinə uyğun olan oksidə necə oksid deyirlər? Baş oksid. Orada 3 dənə qeyri-metal var. Stibiumla bismut nə oldu uşaqlar? Metal. 5-ci qrupun A yarım qrupunda da birinci dövrdə xana boşdur. Baxın, minus 2-ci dövrdən başlayır. Baş oksidinin molar kütləsi. Molar kütlə niyə deyilir? İstənilən maddənin 1 molunun qramlarla ifadəsi. Mo necə kütlə? Molar kütləsi 142 qram bölmək moldur. Molar kütlə emerə bərabərdir. Və deyir elementin nisbi molekul kütləsini hesablayın. Həmin element, naməlum elementin nisbi molekul kütləsini hesablayın. X-i vurduq 2-yə, 2x plus 16'yı vurduq 5-ə, 80, o da bərabərdir 142-yə. 2x də bərabərdir 142 minus 80. 2x də bərabərdir 142-dən 80 çıxanda 62-yə. X də bərabərdir 31-ə. Yəni naməlum element X elementidir və bu X elementinin ayrı neçə çıxdı? 31. Ayrı 31 olan element sözsüz ki fosfordur. Bizdən elementi soruşmur. Sadəcə olaraq ayrını soruşur. Ayrı 31. Cavab neçə oldu? 31. Y bəndində yazıb 31. Bunu əlavə yazıram ki, sizdən ötürü yazıram ki, deməli ayrı 31 olan element fosfordur. Özü də 15-ci elementdir. Fosfor 5 oksid, difosfor, pentaoksid, higroskopik maddədir. Aqreqat halı bəkdir. Özü də qeyri-metalların oksidi əlavə olaraq yazıram turşu oksiddir. Nə uducudur? Su uducu. Fosfor qeyri nədir? Metal. Fosfor 5 oksid köhnə adıdır. Beynəlxalq adı nədir? Difosfor, pentaoksid. Baxın, 2 də adı var. Fosfor 5 oksidi,
Dəyişkən valentli elementin adın valentin bir də oksid gəlməsin və fosfor qeyri-metal olduğu üçün nə deyirlər? Difosfor pentaoksid. Turşu oksiddə özdə 3 turşuya uyğun gəlir. Əlavə olaraq qeyd edirəm, neçədə turşuya uyğun gəlir? Hər bir turşu oksidinə uyğun olan oksigenli turşular var. 1. Uyğun olduğu turşu ortofosfat turşusu. 3 əsaslı turşudur. Baxın, PO4 nə qalığıdır? Turşu qalığıdır. Oksidlərdə oksigenin valenti 2 dərəcəsi -2, bunda valenti 5 dərəcə, müsbət 5-dir. Birinci ortofosfata uyğundur. Ortofosfat turşusu. 3 əsaslı turşu. Neçə əsaslı turşudur? 3 əsas. İkinci uyğun olduğu turşu pirafosfat H4 P2O7. P2O7 nə qalığıdır? Turşu qalığı. Turşunun adı nədir? Pirofosfat və ya nə deyirlər ona? Difosfat turşusu. Difosfat turşusu. P2O7 nə qalığıdır? Turşu qalığı 4 əsaslı turşudur və axırıncı uyğun olduğu turşu HPO3. Bu turşunun adı nədir? Nə turşusu? Metafosfat turşusu. Metafosfat deyəndə PO3 nə qalığıdır? Turşu qalığı neçə əsaslı turşuya uyğun gəlir? 1 əsaslı. Ortofosfat 3 əsaslıdır. Pirafosfat və ya difosfat. Fosfor 2 dənə olduğu üçün difosfat 2 dənə adı var. Bu 4 əsaslı turşudur. Metafosfat turşusu 1 əsaslı və onların üçünə də uyğun olan bir dənə turşu oksidi var. Difosfor pentaoksid. Higroskopikdir, toz halındadır. Yəni aqreqat halı normal şəraitdə aqreqat halı necədir? Bərk, toz halındadır. Nə uducudur, su uducudur, azad qabda saxlamaq olmaz. Əlavə nəzəriyyə izah elədim uşaqlar. Keçdik 3-cü suala. 3-cü sualda nə deyir? 3-cü sualı oxuyuruq. 3-cü sualda ikivalentli metalın oksidi. Naməlum metal nə ilə işarə edilir? X-la. İkivalentli metal oksidi deyəndə oksid yazırıq. Oksidlərdə oksigen valenti 2-dir. 2 ilə 2 getdi 1. Burada da 1. İkivalentli metalın nə idi bu? Oksidi. 4 qramında. Neçə qramında? 4 qramında. Yazılır 4 qramında. 6,2 vurmaq 10 üssü 22 sayda metal atomu var. 6,2 vurmaq 10 üssü 22 sayda nə atomu var? Metal atomu. Metal atomu nə ilə işarə eləmişəm? X-la. Bu nə atomudur? Metal atomu. Atom deyəndə hara fikir verirlər? İndeksə və metal atomu nə ilə işarə eləmişəm? X-la. X metalın işarəsidir. Naməlum metal nə ilə işarə eləmişəm? X-la. Bu məchul deyil ha uşaqlar. Metal ya belə də yaza bilərik. Bunu çaşmamaq üçün baxın bu formada da yaza bilərik. Metal oksidini yazıram. Yaxşı yazıram. Metaldır. Neçə valentli metaldır? 2 valentli metalın nə idi? Oksidi. Əgər metalın valenti 2-dirsə, sözsüz ki, bu necə oksiddir? Əsas oksid. Metallar valenti 1 və 2 olanda əsas oksiddir. Və neçə qramdır? 4 qramında 6,2 vurmaq 10 üssü 22 sayda metalın nəyi var? Atomu. İndi qramın altından bizə deyir ki, bu metalın nisbi atom kütləsini müəyyən edin. Ayer, metal, sual işarəsi. Qramın altından molar kütlə yazırıq. Bunun ayrı nə ilə işarə edilir? X-la. Üstə gəlmək X-dır. Vurduq birə X. Üstə gəlmək oksigenin ayrı 16-dır. Bu maddənin emeri nə qədər oldu? X plus 16 deyilsə, baxın. Metal atomu neçədəndir? Bir dənə. Baxın, indeksində heç nə yoxdursa, metal atomu atom deyəndə indeksə baxın. Heç nə yoxdur indeksində. 1 mol atomu sayı çevirmək üçün 6, elə 1 vurmaq yazın. Məsələn, uşaq deyir ki, müəllim, 1 vurmaq niyə yazırıq? Axı biri istənilən ədədə vuranda həmin ədədin özü eləyir. Söhbət ondan gedir ki, yəni metal neçə mol atomdur orada? 1 mol atom. 2 olsaydı neçə vurmaq yazacaqdım? 2 vurmaq, altdan %2 vurmaq, 10 üstü 23 sayda nə atomu var? Metal atomu. Biri ona görə yazdım ki, uşaqlar, yəni istənilən ədədi 1-ə vuranda bilirəm həmin ədədin özü eləyir. Amma metalın indeksində heç nə yazılmıyorsa neçə mol atomdur? 1 mol atomu saya çevirdim yazdım. Burada buna bir məchul kimi baxa bilərik. X plus 16-ya bir məchul kimi baxsaq. Nədir yazırıq? X plus 16 bərabərdir. Bunlar ixtisar gedəcək onsa. Yazalım da. 4 vurmaq. 6,2 vurmaq 10 üssü 23 tənasübdür də bölünsün 6,2 vurmaq 10 üssü 22-yə. Baxın 4 vurmaq 6,2 vurmaq 10 üssü 23 bölürük neçə?
Altdan %2 vurmaq 10 üstü 22'yə. Bunlar getdi. 23 ilə də 22 10 qaldı. Onu da 4'ə vuranda 40. X plus 16 bərabərdir 40'a. X da bərabərdir 40'dan 16 çıxanda 24. Ayrı metalın ayrı bura yazılar 24. Yuxarı sol küncünə. Elementin ayrı yeridir. Bura nəyin yeridir? Protonun, bura neutronun. Ayrı 24 olan metal magneziumdur. Nədir uşaqlar? Magnezium. Cavab tapdıq 24. B bəndi yazıb 24. Sizdən soruşmur hansı metaldır. Amma əlavə olaraq mən qeyd edirəm ki, magnezium Mendeleyev cədvəlində 12-ci elementdir. Ayrı da 24'dür. Magnezium 2-ci qrupun A yarım qrupunda yerləşir. Sabit valentli metaldır. Və adı nədir bu metalın? Magnezium 2 demirlər. Magnezium oksid. Sabit valentli metalın adın və oksid kəlməsi. Metalın valenti 2-dirsə o necə oksiddir? Əsasi oksid. Əsasi oksiddə aiddir duz əmələ gətirən oksidlərə. Nə əmələ gətirəndir o? Duz əmələ gətirən oksiddir. Əsasi oksiddir, amfoter oksiddir, turşu oksiddir, qarışıq və ya neçə qat oksid, 2 qat oksid duz əmələ gətirən oksidlərə aiddir. Magnezium metalda 2-ci qrupun harasında yerləşir? Əlavə qeydlərdir bunlar. A yarım qrupunda yerləşən elementdir. 2-ci qrupun Mendeleyev cədvəlində A yarım qrupunda sıra nömrəsi 12, ayrı 24 magnezium metaldır. İndi keçirik növbəti suala. Növbəti sualda uşaqlar nə verib orada? Deyir ki, ekvivalentli metalın yenə də oksidi 8 qramında 6,2 vurmaq 22 sayda oksigen atom var. Dördüncü sualda indi nə deyir? Ekvivalentli metal deyir ha. Ekvivalentli metal oksidi. Nə məlum metal oksidinin 4 qramında. İndi deyir 6,2 vurmaq 22 sayda oksigen O. O deyəndə oksigene bak. Oksigen neyi var orada? Atomu. Mütləq bu atom sözün yazır o. Nədən yazır o? Atom deyəndə çünki hara baxmaq lazımdır? İndeksə. Mütləq atom sözünü bir də təkrar edirəm. Atom sözünü yazmasınız, indeksə baxmayacaqsınız uşaqlar. Qramın altından necə kütlə yazılır? Molar kütlə. Bunun ayrındır da. 4 qramında 6,2 vurmaq 22 sayda oksigen atom varsa, metalın ayrı müəyyən edin. Bərabərdir sual işarəsi. Metalın ayrın X ilə işarə edilir. X bu da oksigenin ayrı. X'i vurduq birə. X bu da 16. Yəni bu emir deyəndə qramın altına emir yazılır. M oksid. Metalın ayrı X'dir. Oksigende 16. X'i vurduq birə. Üstə gəlmək 16. X plus 16 yazırıq. Oksigen atomuna baxın. Atom deyəndə hara fikir verirlər? İndeksi. Oksigen atomu neçə mol atomdur? 1 molda nə qədərdir? 1 vurmaq. Yenə də nə vurmaq yazıram? Niyə görə 1 vurmaq? Ona görə ki, oksigenin indeksi 1'dir. O da sayı çevirmək üçün 1'i niyə vururlar uşaqlar? 6,2 vurmaq 13,23 sayda atom var. 1 mol atomu sayı çevirdim. Nəyə çevirdim? Baxın, oksigenin indeksi. Az əvvəl metalı soruşurdu. İndi nə soruşur? Oksigen. Oksigen 1 mol atomdur. Heç nə yazılmıyorsa. İndeksinə vuranda 1 mol atomu sayı çevirəndə 1 vurmaq. Altdan %2 vurmaq 13,23. Bu birinə kim baxırıq? Məchul kimi baxırıq. X plus 16 məchul kimi. O da bərabərdir. 4'ü vururuq neçə? 4 vurmaq 6,2 vurmaq 13'i neçə oldu? 23. O da bölünsün neçəyə? 6,2 vurmaq 10 üstü 22'yə. Bununla bu getdi. Bununla da bu getdi. 10 qaldı. 10. X plus 16 bərabərdir 40'a. X da bərabərdir 40'dan çıx 16. X da bərabərdir 40'dan 16 çıxanda 24. Ayrı 24 olan metal. Sıra nömrəsi də 12. Ayrı 24 olan metal magneziumdur. Magnezium metaldır. Və cavab neçə çıxdı? 24. Az əvvəl dedik ki, magnezium Mendeleyev cədvəlində 2-ci qrupun A yarım qrupunda 1-ci dövr xana boş idi. 2'də nə gəlirdi? Berilyum. Berilyumdan sonra nə gəlirdi? 3'də magnezium. Sonra nə gəlirdi? Berilyum, magnezium, kalsiyum, stronsium, barium, bir də nə oldu? Axırda radium. Bunlar hamısı nələrdir? Metallar. Nələrdir? Baxın,
Berilyum, magnezium, kalsium, stronsium, barium, radium. Bunlar metallardır və bunlar hamısı necə valent elementlərdir? Sabit valent elementlərdir. Valentləri neçədir? 2. Bu magnezium olur və magneziumun oksidi deyəndə magnezium oksid deyirlər. Magnezium 2 oksid demirlər. İxtisar gedir 1 buradadır. Magnezium oksid necə oksiddir? Əsasi oksid. Metalın valenti 1 və 2-dirsə yaratdığı oksid necə oksid oldu? Əsasi oksid. Bir də qeyd eləyə bilərəm. Yəni biz orada nə ilə işarə elədik? Nə məlum metalı nə hərfi ilə işarə elədik? M ilə. 2 valentli oksid deyəndə M oksid yazdı və bir dəfə metal atomunu soruşurdu, bir dəfə də oksigen atomu. Hər ikisində metal atomu neçə mol atom? 1 mol atomu sayı çevirmək üçün 6-dan %2 vurmaq 10 üstü 23 sayda atom. Burada da yenə oksigen atomu 1 mol atomdur. O da yenə 6-dan %2 vurmaq 10 üstü 23 sayda atom olur. Keçdik 5-ci suala. 5-ci sualda nədir uşaqlar? Deməli 4-ün cavabı 24 D bəndi oldu. 5-də deyir 1 tam 1000-505 vurmaq 10 üstü 24 sayda 23 yox 24 sayda magnezium nitrid. Baxın, magnezium nitrid deyəndə azot metalların yanında özün 3 valentdə aparır. Magnezium da sabit valentlidir. Bura 2. 5-ci qrupun A yarım qrupunda 3-də qeyri-metal var. 1-ci dövrdə xana boş idi. 2-də azot idi. 3-də fosfor, 4-də də arsen. Neçə dənə qeyri-metal var idi? 3 dənə. Bu 3 qeyri-metal azot, fosfor, arsen metallarla birləşmədə özün bilavasitə 3 valentdə aparır. Bax, 5-ci qrupdakı azotdur, fosforda arsendir. Metalların yanında özün neçə valentdə aparır? 3 valentdir. Bu maddənin adını yazaq. Magnezium nitrid. Oksigensiz maddənin sonu nə şəkilsinə qutarır? İd. Metal burada necə yüklənir? Müsbət 2. Bu neçə 3 oldu? Mənfi 3. Valent 2 bura, 3 də bura. İndi burada nə verib? Magnezium nitrid 5-ci sualda yazıb. Magnezium nitrid formulunu yazıb. Magnezium nitridin 1 tam 1000-505 vurmaq 10 üssü 24 sayda atomu olan atom. Yəni bu qədər sayda atom olan magnezium nitrid neçə qramdır? Bizə sual verir, neçə qramdır? Bu qədər sayda atom sual verir, neçə qramdır? Qramın altına nə yazırlar? Molar kütlə. Molar kütlə emirə bərabərdir. Emir, magnezium, nitridi yazanda bu 24'dür, bu da 14'dür. 24'ü 3'ə vururlar. 24 vurmaq 3, üstə gəlmək, 14'ü də 2'yə vururlar. 14 vurmaq 2. Hazır emiri yazıb orada neçəyə bərabərdir? 100'ə. Yəni emirin vahidi yoxdur. Bura yazılır 1 molumuz 100 qram. Atom 1 tam 1000-505 vurmaq 10 üssü 23 sayda atomu olan magnezium nitrid neçə qramdır? X qramdırsa. Burada neçə mol atom var? Atom deyəndə hara fikir verirlər? İndeks. İndeksə baxmaq lazımdır. 3 mol atom, burada da 2 mol atom. 5 mol atomu sayı çevirmək üçün, baxın atom deyəndə hara fikir verdim? 3 buradadır, 2 buradadır. Cəmlədim, neçə mol atomdur? 5 mol atomu indi sayı çevirəcəm. Sayı çevirəndə nə ədədinə vururlar? Avogadro ədədinə. 5 vurmaq 6'dan %2 vurmaq 10 üssü 23 sayda atom isə neçə qram oldu? 100 qram. Qramın altına necə kütlə yazılır? Molar kütlə. İndi buradan x bərabərdir. Nə bərabərdir yazırıq? X bərabərdir. Kəsir xətti çəkirik. 100'ü vurmalıyıq bura. Ümumiyyətlə mən sizə belə bir eyniliyi öyrətmişdim uşaqlar. 1 tam 1000-505 vurmaq 10 üssü 24'ün yerinə nə yaza bilərik? 1 tam 1000-505 vurmaq 10 üssü 23 vurmaq 10 yaza bilərik. 10 üssü 23'ü 10'a vuranda 10 üssü neçə eləyəcək? 24. Bunu da yerinə nə yazırıq? 1 tam 1000-505 vurmaq 10 üssü 23'ün yerinə NA bölünsün neçə yaza bilərik? 4. Avogadro ədədin 4'də biri nə qədərdir? Avogadro 4'ə böləndə 1 tam 1000-505 vurmaq 10 üssü 23'dir. O da vurmaq, yanında bir də nə qalıb burada? 10. Baxın 1 tam 1000-505'i saxladım. 10 üssü 23'ü necə xırdaladım? 10 üssü 23 vurmaq 10 yazdım. İndi 1 tam 1000-505 vurmaq 10 üssü 23'ün yerinə nə yazıram? Bu ifadənin yerinə. Baxın bunun yerinə nə yaza bilərəm orada?
Na bölünsün neçə yazıram? 4. O da vurmaq, bu 10 bura gəldi. İndi bizdə nə var idi burada? Baxın, 1 tam mində 505 vurmaq 10 üssü 24 idi. 10 yerinə nə yazıram? Na bölmək 4 vurmaq 10 yaza bilərəm. Daha rahat ixtisar. Avogadro ədədinin 4də 1-i vurmaq 10. O da vurmaq neçə yazır o? 100. Vurmaq neçə yazıram burada? 100. Bölmək nə qədərdir? 5 vurmaq. 5 vurmaq nə ədədinə? Avogadro ədədinə. 5 vurmaq nə yazıram? Na. N'lar getdi. 5 ilə də bu 10 getdi neçə? 2-yə. 2 ilə də bu getdi. Burada 2 qaldı. 100-ü də 2-yə böləndə 50 qram. Neçə qram elədi bu maddə? 50 qram. Deməli, maddənin çəkisi 50 qram. Növbəti sual uşaqlar 6-cı sualdır burada. 6. 6-cı sualda nə deyir? 6-cı sualda yenə də magnezium nitridir. Magnezium nitrit deyəndə azot metalların yanında özünü neçə valent tapar? 3 valentdir. 3 gəldi bura. İndeksindən. Magnezium da sabit valentdir. Maddənin adı nə oldu? Magnezium nitrid. Oksigensiz maddələrin sonu nə şəkilsinə idi? 1 tam mində 204 vurmaq 10 üssü 24 sayda atom. Baxın, bu sözü yazmağa uşaq çox vaxtı yazmır. Amma yazmayanda da səhv eləyə bilər. Atomu olan magnezium nitrit neçə qramdır? Sual verir. Neçə qramdır? X qram. Qramın altına nə yazırlar? Molar kütlə. Molar kütlə emerə bərabərdir. Hazır magnezium nitridin emeri hesablanmış şəkildə orada neçə yazılıb? 100. Çünki bunun ayrı 24'dür. Bu da 14'dür. 24'ü 3'ə vurublar. 14'də 2'ə vurub cəmləyiblər. Elədi 100. Atom deyəndə hara fikir verirlər? İndeksə. İndeksinə fikir verin. Nə qədərdir indeksinə? Neçədir? 3'dür. Bu da 2'dir. Cəmləyəndə 5 mol atomu saya çevirmək üçün nə ədədinə vururlar? Avogadro qədər atom var. 5 mol atomuna aşağı hissəsinə 3, burada da 2. 5 mol atomu saya çevirdim. İndi kənar hədlərin hasili orta hədlərin nəyinə bərabərdir? Hasilinə. İndi x-i tapıram. X niyə bərabərdir oradan? X bərabərdir. Kəsir xətti çəkirəm. 1 tam mində 204 vurmaq 10 üstü 24. 1 tam mində 204 vurmaq 10 üstü 24 vurmaq 100 bölmək 5 vurmaq Avogadro ədədin yerinə 6'dan 5 ena dörəydi. 6'dan %2 vurmaq 10 üstü 23. Virgülü bir də arxaya çəkirəm. Baxın, virgülü buradan bir də arxaya çəkək. Arxaya çəkəndə buradan üssü bir vahid azalır, azalmır. Bunun üssü bir vahid azalacaq, olacaq 23. O da bərabərdir. Eləyir 12 tam. 1 tam idi. İndi eləyirəm 12 tam %4 vurmaq 10 üstü 23 vurmaq 100. Daha rahat olsun. O da bölmək 5 vurmaq 6'dan %2 vurmaq 10 üstü 23'ə. 23 ilə 23 getdi. 12 tam %4'ü də 6'dan %2'yə böləndə neçə dəfə qaldı? Çünki 2 də vergül buradan getdi. 2 də vergül sürətdən, 2 də məxrəcdən. 1204'ü 602'yə böləndə 2. İndi 100 ilə də 5 ixtisar gedir. Burada 100'ü 5'ə böləndə 20. 20 də 2'yə vuranda 40 qram. Neçə qram elədi? Cavab oldu 40 qram. B bəndi. Nə bəndidir? 6-cı sualın cavabı B bəndi. Keçirik 7-ci suala. 7-ci sualda deyir ki, karbohidrogen molekulunda. Baxın, 7-də deyir karbohidrogen necə yazır? Karbohidrogen, CX, bir də H2. Nəyə məlum karbohidrogen molekulunda? Karbon və hidrogen atomlarının say nisbəti. Atomların say nisbəti deyəndə X-in Y olan nisbəti 1-in neçə olan nisbəti 3-ə. Atomların say nisbəti 1-in 3 olduğunu bilərək onun formulunu müəyyən edin. Bu sadə formulu 1-in neçə olan nisbəti 3-ə. Sadə formulu 1-in 3 necə yazır uşaqlar? 1-in 3 olan nisbəti. Sadə formulu 1-in 3 olan nisbəti. Burada bir n yazırıq. N'in qiyməti neçə olsa, burada 4 yazıb, bir də 10 yazıb. N'in qiyməti 1 olsa, 1 ola bilməz metil. 2 olsa, C2 H6 olmalıdır. Nə olmalıdır burada? C2 H6. CH deməli A bəndində butan yazıb. Butan ola bilməz. Ona görə ki, atomların say nisbəti burada 4'ün neçədir? 4, bu da 10. İxtisar gedib 1-in 2'in neçə olan nisbətdir? 5'ə.
Və yaxud da burada propandır. Propan C3H8-də atomların sayı nisbəti 3-ün 8-i olan nisbətdir. Burada da ixtisar getmir, elə belə qalır. Sonra burada nə var? Metandır. Sırayla yazıydıq gərək. B bəndi propan yazmışdı. Propan alkanların homoloji sırasından 3-cü nümayəndəsidir. Propan qaz halındadır. Atomun sayı nisbəti 3-ün 8-ə, yəni 1,8 ola bilməz, belə qaldı. C bəndində nə idi burada? C bəndində C2H6 etandır. Etan alkanların homoloji sırasından ikinci nümayəndəsidir. Etan. İkinci nə idi? Nümayəndəsi. Alkandır. Burada da 2 ilə 3. Bu x-in yerinədir. İxtisar gedir. 1-in neçə olan nisbəti? 3-ə. Cavab nə bənd oldu? 6-dır. O da ixtisar gedir. Birbaşa yazdım. 1-in neçə olan nisbəti? 3-ə. Cavab nə bənd oldu? C bəndi. Digər bəndlərə baxın. Metan verib oradan. Metan alkanların homoloji sırasının ilk nə idi? Nümayəndəsi. Orada da 1-in neçə olan nisbəti? 4-ə. Belə də qalmalıdır. Sonra C3H6 verib. C3H6 ya bu siklopropandır ya da propendir. Ümumi formulu C-in H2 ilə uyğun gəlir. N-in qiyməti 3-dür. 3-ü 2-yə vuranda 6. Ya bu siklo, nədir bu? Siklo alkandır. Yəni siklopropan ya da alkenlərə aiddir. Çünki siklo alkanlarla alkenlər nə arası izomerdir? Sinif arası izomerdir. Tərkibi eynidirsə, tərkib deyəndə C3H6 formuluna uyğun olan 2 də maddə ola bilər. Siklopropan və bir də propen. Alken. İndi burada 3 ilə 6 ixtisar gedir. 1-in neçə olan nisbəti? 2-yə. Bizə lazımdır 1-in 3 olan nisbəti. Yəni bu sual şifahi sualdır. Deyir, bir də təkrar edirəm. Hansı karbohidrogendir? Karbohidrogen deyəndə karbon və hidrogen deyirəm. Atomların say nisbəti. Atom budur, bir də budur. Say nisbəti 1-in neçə olan nisbətdir? 3-ə. Yəni 1-in 3 olan nisbət belə bir maddə yoxdur. Bu sadə formuldur. Hansı formuldur? Sadə formul. Sadə formulda mötərizə alıb nə qədər yazmaq lazımdır? En qədər. Cavab nə bəndə oldu? Etan. Etanın sadə 2 ilə 6 ixtisar gedir. Atomun sayı 2-dir və bir də 6-dır. O da ixtisar gedəndə 1-in neçə olan nisbətdir? Uşaqlar 3 olan nisbəti. 1-in 3 olan nisbəti. Davam edirik növbəti sual. Növbəti sualda 8-ci sualdır. 1-in 3 olan nisbət burada nə bəndində oldu? C bəndi. 7-ci sualın cavabı C bəndi. 7 daha doğrusu C bəndi. Sonra gəlir 8-ci sual. 8-ci sualda 8 qram metan üçün hansı ifadə doğru deyil? Metan şaxta və ya bataqlıq qazıdır. Deyir, hansı ifadə doğru deyil? Tərkibində 4 mol hidrogen atomu var. 8 qramdan söhbət gedir uşaqlar. 8 qramın içərisində 8 qramı gəlin çevirək mola. 8 qram mola çevirəndə 8 qram veriləndi. Mola çevirəndə kiçik emi bölünür necə kütləyə? Molar kütləyə. Çünki nünün 3 düsturu var. Kütlərlə olan düsturu. 8-i bölünür 16-ya. 16 bildiniz hardan gəldi? Metanın əmiri 16-dır. O da 1 bölmək 2, 0,5 mol maddədən söhbət gedir. Yəni bizim 8 qram metanımız var. 8 qramı da bir çevirdik mola. O da elədi 0,5 mol metan üçün. Yəni hansı ifadə doğru deyil. Tərkibində 4 mol atom hidrogen var. O yanlışdır. Ona görə ki bu neçə mol oldu? 0,5 molda olan hidrogenin sayını tapmaq üçün 0,5-i 4-ə vurmaq lazımdır. 0,5 hidrogen söhbəti gedirsə neçəyə vururuq? 4-ə. O da bərabərdir 2 mol atom nə var orada? Hidrogen. Və bunlar nə deyir? Deyir, tərkibində 4 mol atom hidrogen var. Doğru deyil, elə nə bəndidir? A bəndi. Yəni biz bu 8 qramı mola çevirdik. Nəyə çevirdik? Mola. Molu yazdıq bura. 0,5 mol qarşısına yazdıq. 0,5 molda hidrogenin sayını tapmaq istəyiriksə 0,5-i 4-ə vururuq. 0,5-i 4-ə vuranda 2 mol atom nə oldu orada? Hidrogen. Bizə nə deyir orada? 4 mol atom hidrogen var. Sonra B bəndində cavab doğru deyil, A bəndidir. Amma B bəndində nə yazıb? B bəndində yazıb ki 8 qramımız 0,5 moldur, doğrudur. Bu doğrudur. Sonra C bəndində yazıb tərkibində C bəndində yazıb 3,1 vurmaq 10 üstü 23 sayda molekul var. Doğrudan da 0,5 molda nə qədər molekul var? 0,5-i niyə vururlar? Na-ya.
1 molda Na qədər molekul varsa, bizim metanımız 0,5-dir. 0,5 2-də 1-i vurmaq lazımdır. 6 tam %2 vurmaq 10 üssü 23-ə. O da bərabərdir 3 tam %1 vurmaq 10 üssü 23 sayda nə oldu uşaqlar? Molekul. Nə qədər molekul oldu? Bu qədər. Sonra deyir ki, D bəndində 11,2 litrdir. D bəndi neçə litrdir? 11,2 litr. 11,2 litr necə yazırıq? Metan. Neçə moldur orada? 0,5 mol. 0,5 molu litrə çevirmək üçün neçə litrə vururlar? 22,4 litrə. 1 molumuz 22,4 litrdirsə 0,5-i vururlar 22,4-ə. İsbatını axtarırıq da. 0,5 neçədə 1 deməkdir? 2-də 1 vurma 22,4-ə. O da bərabərdir 11,2 litr metan qazı var orada. Nə qazı var? Baxın 0,5-i neçəyə vururuq? 22,4-ə. O da doğrudur 11,2 litr. Tərkibində 6 qram karbon var. Y bəndində o da doğrudur. Ona görə ki, bu maddə 0,5 moldur. Oradakı karbonu tapmaq üçün 12 qram karbon var. 0,5-i vurun 12-yə. 0,5 vurmaq 12. O da bərabərdir. 0,5 neçədə 1 deməkdir? 2-də 1-i 12-yə vururuq. 12 ilə də bu gedəcək 6 qram karbon var. Baxın 1 molda, baxın 1 olsaydı 12 qram karbon var. Bax 0,5-i vurdum karbona. Tək karbonu soruşur. 0,5 molu karbonun qramına vuranda 2-də 1 vurma 12 6 qram karbon oldu. Bizə deyir ki 6 qram karbon var. O da doğrudur. Sonra 9-cu suala keçid. Deməli 8-in cavabı doğru deyil, A bəndi oldu. 9-cu sualda hansı duzun 1 molunun tərkibində 90 qram su var? Hansı duzun kristal hidrat verilib 1 molunun tərkibində? Yəni duzlar özlərinə müəyyən miqdarda su molekulu birləşdirir. 9-cu sualda kristal hidrat əmələ gətirir. Duzun özünə n qədər su birləşdirməsinə bu maddənin adı nədir? Kristal hidrat. Deyir 90 qram su var. 90 qramı suyu biz mola çevirək ki, n-i tapaq. N əmsaldır. Nü bərabərdir. Kiçik m bölünsün necə kütlə? Molar kütlə. O da 90-dır. 90-ı bölürük suyun emerinə. 18-ə. 90-ı 18-ə böləndə 5 mol su var. Deməli, o kristal hidratın tərkibində neçə mol su molekulu olmalıdır? 5 mol. Hansı maddənin 1 molunda? Yəni, burada heç nə yazılmıyorsa, bu maddə neçə moldur? 1 molunda 90 qram nə var idi? Su. 90 qram suyu da mola çevirdi. 5 mol su olmalıdır. Cavab burada misk porusudur, B bəndi. Misk porusu B bəndində misk porusu yazın. Mis 2 sulfat, mis 2 sulfat 2 ilə 2 getdi. Vurma 5 mol H2 onun adı nədir? Misk porusu. Mis nə deyirlər ona? Porusu və bir də adı var göy daş. Göydaş bitkilərin ziyanvericilərinə və zərər vericilərinə qarşı mübarizədə istifadə olunur. Göyrəkli daşdır. Kristal hidratlara aiddir. Neçə mol su var orada? 5 mol. B bəndi. A bəndindəki maddənin adını əzbərləyin. Əzbərləməkdən ötürü yazıram. A bəndində acı duz və ya ingilis duzu var. Magnezium sulfat. Magnezium 2 demirlər. Magnezium sabit valentli metaldır. Adın və bir də sulfatın adını deyirlər. Duzdur. Orta və necə duzdur? Normal duz. Turşunun əsaslığını bildirən hidrogen eyni metalla tam əvəz olunur. Magnezium sulfat vurulsun 7 mol H2 onun adı nədir? Acı duz. Acı duz və ya İngilis nə deyirlər ona? Duzu. Acı duz və ya nə duzu deyirlər? İngilis duzu. 7 mol kristallaşma nəyi var? Suyu var. Sonra C bəndində nə var orada? Acı duz və ya ingilis duzu. Neçə mol kristallaşma suyu var idi? 7 mol. C bəndində az əvvəl yazdırmışdım. Natrium karbonat, susuzlaşdırılmış sodadır bu. Tək duz olanda bunun adı susuzlaşdırılmış soda. Vurulsun 10 mol H2-nun adı nədir? Bax, bütövlükdə susuzlaşdırılmış soda özünə 10 mol su birləşdirir. Bu duzun adı kristalik sodadır. Necə soda deyirlər buna? Kristalik, bax kvadratda yazın. Kristalik soda. Sonra D bəndində təbii gips yazıb. Kristalik sodadan sonra təbii gipsin formulu necə idi? Kalsium sulfat. Təbii sulfatlara aiddir. Kalsiumdan sonra 2 sözünü demirlər. Ona görə ki, sabit valentli metalın duzudur. Bu metaldır, bu nə qalıqdır? Turşu qalıq. Kalsium sulfat vurulsun. 2 mol H2O. Necə gipsdir bu? Təbii, nə deyirlər ona? Gips. Təbii gips, təbii kristal hidratlara aiddir. 2 mol kristallaşma suyu var. Və axırıncı Y bəndində nə var idi? Dəmir. Dəmirdən sonra mütləq valentin demək lazımdır. 2 sulfat.
Əzbərləyin bunları uşaqlar. Dəmir 2 sulfat vurulsun 7 mol H2 onun adı nədir? Dəmir kuporusu və ya yaşıl daş. Neçə mol kristallaşma suyu var? 7 mol kristallaşma suyu var. Dəmir kuporusu və ya necə daş oldu? Yaşıl daş. 7 mol su var orada. Sonra keçirik nə bəndinə? Deməli ona gəliyor. Hansı duzun, yenə də hansı duzun 1 molu? Duz deyəndə ki, kristal naməlum duzlar. 10-cu sualı yazırıq. Duz 1 molu. Duz özü 1 moldur. Özünə en qədər su molekulu birləşdirir. Yəni deyir 1 mol duz özünə 36 qram su birləşdirib. 36 qram su birləşdirib kristal hidrat əmələ gətirməlidir. 36 qramı mola çevirək. Yəni nü-nü müəyyən eləyək. Nü bu eni göstərir. Nü bərabərdir. Kiçik m bölünsün necə kütlə? Molar kütlə H2O. Kiçik m elə 36'dır. Suyun emeri neçədir? Suyun emeri 18. 36'yı da 18'ə böləndə 2 mol. Deməli duz özünə 2 mol su birləşdirirsə təbii gips ola bilər o. Hansı gips olacaq? Təbii gipsdə burada nə bəndində verilib? D bəndində. D bəndi necə yazır? Təbii gipsi biz öyrətdik. Kalsium, sulfat, təbii gips, təbii kristal hidratlara aiddir. Kalsium, sulfat deyən. Sulfatdakı hidrogenin ikisi də kalsiumdan əvəz olunur. Vurmaq neçə mol su? 2 mol su. Yəni burada enin qiyməti nünü tapdıqda 2 mol 36 qramdır. 2 vuranda suyun emeri 18'e o da bərabərdir. 36 qram su var burada. Yəni duz özü neçə moldur? Qarşısında heç nə yazılmıyorsa bu duz 1 moldur. 1 molu 2 vurmaq 18 36 qram su birləşdirir. Maddənin adı necə gipsdir? Təbii gips. Təbii gips nəyə aiddir? Kristal hidratlara, təbii kristal hidratlara. Yerən burada bəndlərdə uşaqlar maddələr var. Mis 2 sulfat özünə neçə mol su birləşdirir? 5 mol. Yazım A bəndində mis, cavab tapmışıq burada D bəndidir. Mis 2. Misin valenti ümumiyyətlə neçədir uşaqlar? 1 ya da 2 ola bilər. Dəyişkən valentli elementdir. Özü də 29-cu elementdir. Anomaliya var onda. Atomda sıçrayış gedir. Mis 2 sulfat vurmaq 5 mol H2O-nun adı nə? Kuporusudur. Mis kuporusu və ya nə deyirlər ona? Göydaş. 5 moldur uşaqlar bu H2O. Və orada yer azdısa yenidən yaza bilərəm. Mis 2 sulfat neçə mol kristallaşma suyu var? 5 mol su. Duz özü 1 molu. 5 vurmaq 18. 90 qram su birləşdirir. 5 vurmaq 18 o da bərabərdir. Neçə qram su var orada? 90 qram su var. 18 suyun nə idi? Emeri. Mis kuporusu və ya nə deyirlər ona? Gövdaş. Eləcə də C bəndində nə var orada? Natrium karbonat. Tək natrium karbonatın adı nədir? Susuzlaşdırılmış soda özünə 10 mol su birləşdirir. Burada duzun 1 molu özünə 10 vurmaq 18 qram su birləşdirir. O da eləyir 180 qram. Nə oldu burada su? 10 vurmaq 18 o da 180 qramdır. 1 mol duz özünə 180 qram nə birləşdirir? Su birləşdirir. Kristal hidratdır. Nə adlanır bu? Kristal hidrat. Sonra kalsium SO4 vurulsun 2 mol H2O-nun adı necə gipsdir? Təbii gipsdir. Bir də magnezium sulfat vurulsun 7 mol H2O. Magnezium sulfat vurulsun 7 mol H2O. 1 mol duz özünə 7 vurmaq 18 qram su birləşdirir. Bu acı duz və ya İngilis duzudur. Acı duz və ya nə duzudur? İngilis duzu. Görürsünüz burada neçə mol kristallaşma suyu var? 7 mol kristallaşma nəyi var? Suyu var. Cavab onsuzdur biz müəyyən etmişik. Təbii gips D bəndidir. 11-ci suala baxaq. 11-ci sualda nə deyir uşaqlar? İkivalentli metalın sulfat duzunu, metalı yazırıq. İkivalentli metalın nə duzudur bu? Sulfat duzu. Turşunun əsaslığını bildirən hidrogen ikisi də eyni metalla əvəz olunur. Bu necə duzdur? Normal duz. İkivalentli metalın sulfat duzunun 0,5 molunun kütləsi 0,5 molunun kütləsi 8 qramdır. Kütləsi neçə qramdır? 8 qram. Bu metalın nisbi atom kütləsini müəyyən edir. Metalın ayrı müəyyən edir. Molun altından nə yazırıq? Neçə moldur? 1 mol. Və qramın altından necə kütlə yazırıq? Molar nə yazırıq? Kütlə. Metalın ayrı nəyinə işarə edilir? X-la. Plus kükürt neçədə ayrı? 32. Üstə gəlmə 16'dır bu. 16'yı da vuraq 4'ə. 64. O da bərabərdir X plus 96'ya. X plus neçə elədir? 96 həmin duzun necə kütləsidir? Molar kütləsi. Yəni biz emerini hesabladıq da.
Baxın, duzun emiri nə qədər oldu? Metalın sulfatı. Nə məlum metalın ayrın x-nə işarə elədi. 32, burada da 16. X üstə gəlmə 32, üstə gəlmə 16. Vur 4-ə 64. O da bərabərdir x plus 96. İndi 0,5 molu 8 qramdırsa 1 molu isə x plus neçə oldu? 96. X plus 96 bərabərdir. Kəsir xətti çəkirəm. 8 bölmək 0,5-ə. Vergülü atdım. Neçədə 0 oldu? 2-də. Buradan da 80 ilə 5 ixtisar getdi. Neçə? 80-ı 5-ə böləndə 8 neçə elədi? 40. 800-ü 5-ə bölünür. Vergüllər 60, o 2-də 0 edir 160. X da bərabərdir. 160 çıxma 96 uşaqlar. X da bərabərdir 160-dan 96 çıxanda 64. Metal ayrı 64-dür. Cavabı müəyyən elədik 64. 64 də C bəndidir. 11-ci sualın cavabı oldu C bəndi. Amma 64 ayrı olan metal 29-cu metaldır. Misdir bu. Bu mis neçə sulfat olub o duz? Metalın yerinə mis olub. Mis, bu duzun adını yazar. 2 sulfat. Misdən sonra mütləq burada 2 sözünü demək lazımdır. Ya mis 1 valentli ola bilər, ya da 2 valentli. Misin valenti 1, 2 ola bilər. Dəyişkən valentli elementdir. Mis 2 sulfat. Sonra davam edirik. Sonra növbəti sual nə gəlirdi? 12-ci sual. 12-ci sualda nədir? 3 valentli metalın sulfat duzu. İndi metal 3 valentlidir. Özü də nə duzudur? Sulfat duzu. Sulfatın valenti neçədir? 2. Bu 2 bura, bu 3 də bura. 3 valentli metalın sulfat duzu. 12-ci sualda 0,5 molu. 0,5 molunun kütləsi nə qədərdir? 20 qram. 20 qramdır. Bu özü neçə moldur? 1 mol. 1 mola uyğun gələn kütlə necə kütlədir? Molar kütlə. Bunun ayrı nə ilə işarə eləm? X vurdum 2-yə. 2x. Ümumiyyətlə sulfatın emiri uşaqlar 98-dir. 98-dən hidrogeni çıxar. H2SO4 deyil, qısa yolla gedir. Bunun emiri 98-ə bərabərdir. 98-dən 2 qram hidrogen götürəndə 96 qram SO4-ün emiri eləyir. 96-yı da vuraq 3-ə. 96 vurmaq 3. O duzun emirini qısa yolla tapmaq üçün. O da bərabərdir 2x plus 96-yı 3-ə vuranda 280 neçə elədi bu 8? 2x plus 288. Buna bir məchul kimi baxaq. Nə kimi baxaq? Məchul. Nə yazırıq burada? 2x plus 288 bərabərdir. Nə yazır? 20 vurmaq 1. Kənar hədlərini az. Bölmək 0,5-ə. Vergülləri yuxarı 2-də 0. 2000-i 5-ə böləndə 400. 2x plus 88 bərabərdir 400-ə. 2x da bərabərdir 400-dən çıxmaq lazımdır 288-i. 2x bərabərdir 112-yə. X da bərabərdir 112 uşaqlar bölünsün 2, o da bərabərdir 56. Deməli bu 3 valentli metalın nəyini tapdıq? Ayrı. Ayrı 56 olan metal dəmirdir. Orada demiri müəyyən edin dəmirdir. Sadəcə olaraq ayrı müəyyən edin. Cavab nə bəndə oldu? D bəndi. 12-ci sualın cavabı D-də 56 yazılır. 26 56-dır. Dəmir Mendeleyev cədvəlində 26-cı elementdə ayrı neçədir? 56 və dəmirin valenti ya 2 ola bilər, ya da 3 ola bilər. Dəmir, bəli. Sonra nə gəldi? Kobalt, bir də nikkel. Bunlar üçü birlikdə nə ailəsidir? Dəmir ailəsi. Əlavə göstərim 2 3. Sonra 2 3. Dəmir Mendeleyev cədvəlində 26-dır. Kobalt 27-dir. Nikkel neçədir? 28. Üçü birlikdə nə ailəsi oldu? Dəmir ailəsi. 13. 13-də nədir uşaqlar? 13-cü məsələdə. 13-cü məsələdə birləşmənin 0,2 molunda hər hansı bir birləşmədir. O birləşmə özü 0,2 moldur. Qarşısında yazılır. Birləşmənin 0,2 molunda 0,4 mol X, 0,4 mol X var. Sonra 0,2 mol Y var. Y 0,2 mol Y var. Və 0,8 mol da Z atomu var. 0,8 mol nə atomu var? Z atomu. Deməli, birləşmə nə qədərdir? Birləşmə
Qarşısında nə yazılıb? 0,2 molun içərisində 0,4 mol X atomu var, 0,2 mol Y atomu və 0,8 mol da Z atomu var. Bu birləşmənin formulunu müəyyən edin. Formul neçə mol üçün müəyyən olunur? 1 mol. 1 mol eləmək üçün həmin rəqəmin özünə bölünür. 1 eləmək üçün həmin rəqəmin nəyinə bölünür? Özünə. Özünə böləndə 1 eləyir də. Bu maddə oldu 1 mol. Hər tərəfin neçəyə bölünür onda? 0,2'ye. Baxın özü 0,2'dir. Onda bunlar da atomların da sayı neçəyə bölünür? 0,2'ye. Bu da neçəyə bölünür? 0,2'ye. Bunu da bölünür 0,2'ye. Neçə mol maddə müəyyən elədi? 1 mol müəyyən eləmək. 1 molun içərisində 0,4'ü 0,2'ye böləndə neçədə atom var? 2 dənə X atomu. 0,2'yi 0,2'ye böləndə 1 mol atom nə var orada? Y. Eyni rəqəm böləndə 1 mol atom Y. 0,8 deyildi. O da 0,2'ye böləndə Z nə qədər oldu? 4 mol atom. Neçə mol atom oldu? 4. Bax 0,4 budur uşaqlar. Baxın 0,4'ü böldüm 0,2'ye 2 mol atom. 0,2'ni də 0,2'ye böləndə heç nə yazılmayıbsa neçə mol atom? 1 mol atom. 0,8'i də 0,2'ye böləndə 4 mol atom. Deyir həmin maddənin formulu müəyyən edin. Formulu nə oldu uşaqlar? X2, Y, Z4. Məsələn, H2SO4 ola bilər. Nə ola bilər? Orada formulu müəyyən elə. Məsələn, maddə demir. Deyir formulu müəyyən elə. Formulu müəyyən eləyəndə X neçə olmalıdır? 2, X 2, Y bəndi, Y, Z4. Nə bəndindədir? Y bəndi. Y bəndində verib orada nədir uşaqlar? X2, Y, Z, Y bir dənədir daha doğrusu. Y bir dənə idi. Y, Z4. Məsələn deyirəm. Məsələn, H2SO4. Məsəl üçün, hidrogen 2 mol atom, kükürt 1 mol atom, oksigen 4 mol atom. Keçirik 14-cü suala. 14-cü sualda yenə də naməlum maddədir 14-də və naməlum maddənin birləşmənin 0,2 molunda. Baxın, birləşmənin qarşısına 0,2 mol birləşmədir. Bu birləşmənin içərisində 0,6 mol X atomu, baxın 0,6 mol atom. Mol atom X-dir, qısa yazılır. 0,2 mol Y atomu, 0,2 mol atom, bu da Y atomu və 1,2 mol da Z atomu var. 1,2 mol atomda Z var. Bizə deyir ki, o maddənin formulu müəyyən edin. Maddənin formulu neçə mol üçün müəyyən edilir? 1 mol üçün. 1 mol eləmək üçün bunu həmin rəqəmin özünə bölürük. Həmin rəqəm hansı rəqəmdir? Qarşısındakı rəqəm 0,2'ye. Bunları da neçəyə bölürük hamısını? 0,2'ye. 0,2'ye böləndə 1'dir. Bu da 0,2'ye bölürük. Bunu da 0,2'ye. 1,2'yi də neçəyə bölürük? 0,2'ye. Deməli, X oldu neçə mol atom? 0,6. Maddə oldu 1 mol atom. 1 mol. Daha doğrusu maddə oldu 1 mol. 1 molun içərisində 0,6'yı 2'ye böləndə 3 mol atom X oldu. Sonra 0,2'yi 0,2'ye böləndə 1 mol atom Y oldu. 1 mol atom Y. Və 1,2'ni də 0,2'ye böləndə Z 6 mol atomda Z oldu. 1,2 idi axı, böldüm 0,2'ye, o da 6 mol atom. Maddənin formulunu müəyyən edin. Formulu X3, Y, Z6. Cavab nə bəndi oldu orada? X3, Y, Z6 A bəndi. Nə bəndidir? 14-cü sualın cavabı A bəndidir. Keçdik 15-ci suala. 15-ci sualda nədir uşaqlar? 15. 15-ci sualda 3 valentli metalın nitrat duzunun molar kütləsini necə yazırıq? Metalın valenti neçədir? 3. Nitrat duzu deyəndə HNO3 nə qalığıdır? Turşu qalığı. Nitrat duzu deyəndə oradakı hidrogen metalla əvəz olunur. Nitrat turşusu neçə əsaslı turşudur? Bir əsaslı turşu qalığını yazırıq. Metalın valenti 3 bura gəldi. 3 valentli metal. Baxın bu 3 bura bu. Nitrat duzudur bu. Nə duzudur? M necə kütləsi? Molar kütlə necə yazırıq? M, NO3, 3 dəfə. 3 valentli metalın nitrat duzunun molar kütləsi 242 qram bölünsün moldur. Mr necə kütləyə bərabərdir? Molar kütləyə bərabərdir. Metalın nisbi atom kütləsi müəyyən edin. Metalın ayrı müəyyən edin. Biz nə edirik uşaqlar? Mr, hər dəfə deyirəm, Mr bərabərdir necə kütləyə? Molar kütləyə. Nitrat turşusunun, bu həmin o duzun molar kütləsini hesablayaq. M
Metal 3 valentlidir. NO3 1 valentlidir. Bu mötərizə 3. 3 valentli metalın nitrat dozunun. Metalın ayrı nə ilə işarə edilir? X-la. Azotun ayrı verib orada 14. Özləri verib. Oksigenin ayrı verib 16. O da bərabərdir. X-i vurdum 1-ə. X üstə gəlmə. Mötərizə açıram 14. Mötərizənin içində azot 14. 16-yı da vurdum 3-ə. 48. Mötərizə cəmləyib hamısı neçəyə vururam? 3-ə. Çünki mötərizənin içindən 3 dəfədir. Neçə dəfədir? Kənarda 3 yazıbsa mötərizə. O da X plus. Bunları cəmləyib 3-ə vurandan sonra 100 neçə elədi? 86. İndi bu duzun molar kütləsi emeri nə qədər oldu? X plus 186 bərabərdir. Molar kütlə 242-yə. X da bərabərdir 242 çıxma 186. X bərabərdir 56. Ayrı bu metalın 56-dır. Dönə-dönə demişik, ayrı 56 olan metal dəmirdir. Deməli, dəmir Mendeleyev cədvəlində 26-cı elementdir. Protonu 26-dır, ayrı da 56-dır, valenti 2-3-dür. Bu duzu, cavabı tapdıq biz 56 B bəndi. 15-ci sualın cavabı B bəndi. Əlavə olaraq deyirəm ki, bu duz, dəmir 3, nitrat olub. NO3 nə qalığıdır? Turşu qalığı. Mötərizə bura bir dənə neçə yazır? 3. Dəmir, bu duzun adını yazaq. Dəmirdən sonra valenti 3. Dəyişkən valentli metalın adın valentin və bir də nitrat nə qalığıdır? Turşu qalığı. Dəmir 3 nitrat. Orta və necə duzdur? Normal, nə deyirlər ona duz? Hansı duz oldu bu? Normal duz.